Uşaqlıq arzusunun dalıca gedib və bu yolda canından keçərək şəhidlik zirvəsinə ucalan Şəhriyar Ağamalıyev 1989-cu il sentyabrın 28-də Hacıqabul şəhərində anadan olub. O, 1996-cı ildə Hacıqabul rayon 1 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2007-ci ildə həmin məktəbdən məzun olan Şəhriyar Bakı İslam Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olub. Universiteti bitirdikdən sonra Bakı şəhərində yerləşən en sayılı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçib. Həqiqi hərbi xidməti başa vurduqdan sonra bir müddət mülki işlərdə çalışıb. 2017-ci ildə uşaqlıq arzusunun dalıca gedərək zabit hazırlama kursuna qəbul olub. Şəhriyar Ağamalıyev həmin kursu uğurla başa vurduqdan sonra leytenant kimi Tərtər rayonunda yerləşən en sayılı hərbi hissədə xidmətə başlayıb. Azərbaycan ordusunun leytenantı olan Şəhriyar Ağamalıyev 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. O, sentyabrın 30-da Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Şəhriyar Ağamalıyev Hacıqabul rayon Şəhidlər Xiyabanında dəfn edilib. Ailəli idi, 2 övladı yadigar qalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Şəhriyar Ağamalıyev ölümündən sonra Vətən uğrunda, Su qovşanın azad olunmasına görə, İgidliyə görə medalları və 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edilib.